Değerli dostlar, hər vaxtınız xeyirli olsun. Ölkən bir nömrəli hava səhifəsinin dəyərli izləyiciləri. Hər kəsi salamlayırıq və sizlərə xoş və mənalı bir gün yaşamağı arzu edirik. Bəzi məsələlər, nüanslara toxunum. Mən dekabr ayının öncədən də demişdim ki, oktyabr və noyabr ayına bənzəməyəcəyi olacağı gözlənilir və dekabr ayında daha çox biz soyuq hava kütlələrinə məruz qalacaq və həmçinin yağıntılar bir qədər bol olacaq. Əsasən də Bakı, Abşeron yarımadası və cənub bölgəsində və bəzi şimal bölgələrində bu aidiyyatı var. Və gördüyünüz kimi hal-hazırda dekabr ayının 5-ini yaşayırıq və soyuq hava kütlələri bir-birini əvəz eləyir və növbəti çox güclü yağıntıların olması ehtimalı var. Bu hansı dövrə aiddir? Dekabr ayının 5-i bu axşam və gecə saatlarında başlayır. Dekabr ayının 5-i sabah gün ərzində hava yağıntılı gözlənilir. Xüsusilə Bakı, Abşeron yarımadası yağıntılar bir qədər güclü və intensiv olması ehtimalı var və ayın 6-sı günü ikinci yarısı kimi bu proses davam edəcək. Növbəti 2 və ya 3 soyuq hava dalğaları, ümumilikdə soyuq hava dalğaları çoxdur, bir-birinin ardınca gəlir. İkinci 10 günlükdə isə qar ehtimalı var. Qar və qarlar ola bilər. 2 sərt soyuq hava dalğası var. O haqda da məlumat verəcək. Bizləri izləməyi unutmayın və unutmayın, bəzi fake səhifələrə dekabr ayı isti olacaq, qış isti olacaq, qış belə olacaq, dekabr filan, 5 məkan, mənasız boş-boş yazılar. O şeylərə çox fikir verməyin dekabr ayı. Halbuki fakt göz qarşısında necə olur. Sizləri çox sevirəm, yaxşı ki varsınız.